Mən 30 ildir ki, Dünya Azərbaycanlıların milli birlik və həmrəyliklərinin təşkilinə çalışan bir təşkilatın rəhbəriyəm. Mən Professor Vaqif Arzumanlının direktoru olduğu Azərbaycan Milli Elmlər Akademiyasının Beynəlxalq Münasibətlər Elmi İnstitutunun Azərbaycan Diasporu şöbəsində elmi işçi kimi çalışarkən uzun illər öncə xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın təşəkkül tarifi, hansı ölkələrdə yaşamaları və sayları məni elmi işçi kimi çox maraqlandırdı. Uzun illərdən sonra mən dünyada məskunlaşmış Azərbaycanlıların saylarını təqribən də olsa müəyyənləşdirməyə nail oldum. Belə ki, məlum oldu ki, Azərbaycanlılar bugün dünyanın 80-ə yaxın ölkələrində yaşayır və sayımız 64 milyona yaxındır. Bugün Azərbaycanlıların dünyaya səpələnmə sayına nəzər salsaq, bir çox şərq ölkələrinin çıxmaq şərti ilə 3 milyona yaxın Azərbaycanlılar Rusiya Federasiyasında yaşayır. Bu ölkənin ictimai, siyasi həyatında yaxından iştirak edərək, milli muxtariyyət təşkilatlarında fəaliyyət göstərirlər.